Necə gözəl, maraqlı təhlil. Bir də görürsən gəlib elə, baba, bu sənin qızın var ha mənim babam, anam. Bu elə yalanlar danışır ay babam. Mənə söz verir eləmir. Nə bilim nə söz. Balaca uşağın var, indidən düşüncəsi çox yaxşı inkişaf edib. Rəşməm, siz özünüzü bütün zamanlarda yaxşı həkim hesab edirsiniz? Bütün zamanlarda yox. Elə şey. Gənclikdə yox, deyək. Elə heç indi də yox. Mən bilirsən nətərdir? Azərbaycanda çox yaxşı həkimlər var oğlum. Bəli. O qədər yaxşı həkimlər var. İnanırsan, heç onlara xəstə gedib bəlkə çatmır da. O adamların xəstəsi çoxdur ki, onların reklamı var. Bəli. Reklama inanırlar insanlar. Bu da reklamı sevmir, yezli reklam eləmir. Ona görə bunun xəstəsi onlardan azdır. Azdır. Məndən nə bildinmi? Bəli. Ona da deyirəm ki, niyə sən reklam edir? Deyir, Rəşid müəllim, yaxşı həkimdir, həddindən artıq. Bilirəm axı, mən bunu savadını bilirəm, qabiliyyətim. Deyir, Rəşid müəllim, mən reklam eləsəm, mənim xəstəm çox olacaq. Mən gündə 20 xəstədən artığını qəbul eləmərəm. Eləsəm, mən yanılacam və o diqqətliliyi yarada bilməyəcəm xəstələrimə. Fiziki çökəcək. Bu məsələ var. Tamam, doğru. Sevimli yazıçılarınız Drayzer, Dostoyevski, Tolstoy. Bunların adlarını çəkmişsiniz. Bəli, çoxdur. Bunlar xarici ədəbiyyatdan. Shakespeare də gözəldir, Goethe yazığı. Bilirsən nətərdir? Onların içərisində ən qüvvəli mən Voyniçi hesab edirəm, Ovodu yazan. Ovod qədər mükəmməl yazılmış bir ət. Bir də Makaki var, Yapon, Norveçli Les. Norveç meşələri. Bu yaxınlarda onu oxumuşsunuz. Bu yaxınlarda oxumuşam onu. Çox maraqlı.